Salam aleykum, hər vaxtınız xeyir millət. Bugünkü video konseptimiz Chevrolet Captiva'nın birinci nəsli olacaq, yəni C100, C140 adlanan kuza. İstehsal illəri 2016-dan 2018-ci ilə qədərdir. 2011-ci ildə restyling keçirib və C100, C140 deyə adlanmasının səbəbi də budur. Restylingdən əvvəl C100, sonra isə C140 olaraq adlanmağa başladı. 2011-ci ildə restyling keçirib ən böyük yenilənmə bu ildə baş verdi. Ön görünüş tamamilə dəyişdi, daha aqressiv radiator barmaqlığı gəldi və mühərrik xəttliyi xüsusilə 2.4 və 3.0 litrəlik mühərriklər yeniləndi. Biraz sonra mühərriklər barədə tam ətraflı məlumat verəcəyim. Və ikinci yenilənmə 2013-dən sonra artıq arxa fənərlər, LED və interyerdə kiçik detallar, multimedia, iqlim kontrol düymələri təkmilləşdirildi. İlk illərin 2006-dan 2010-cu illərə qədər istehsal olunan modellərin köhnə 5 pilləli sürətlər ruhsuz, zəif idi və yanacaq iqtisadiyyatı əsas şikayət mövzusu idi. Captiva klassik crossover formasına malikdir. Həm şəhər, həm də kənd yolları üçün uyğun olan hündür klirensi ilə seçilir. Restylingdən sonra daha müasir və əzələli görünüş qazandı. Böyük təkər arxaları və xrom detallar avtomobil olduğundan daha bahalı göstərir. Damüstü reylinglər və baqaj qapısının şüşəsinin ayrıca açılması bəzi komplektasiyalarda mövcuddur. Bu qeyd edim ki, böyük bir üstünlük idi. Kuzovun korroziyaya qarşı davamlılığı orta səviyyədədir, xüsusilə baqaj qapısındakı xrom letafetin alt hissəsi tez paslanmağa meyillidir. İnteryer dizaynı sadəlik və genişlik üzərinə qurulub. Captiva həm 5, həm də 7 yerlik versiyalarda mövcuddur. Arxa oturacaqları diz məsafəsi kifayət qədərdir. Oturacaqlar qatlandıqda tam düz bir zəmin yaranır ki, bu da yük daşımağı asanlaşdırır. Düymələr böyük və istifadəsi rahatdır. 2011-ci ildən sonra elektron əl tormozu gəldi ki, bu da mərkəzi konsolda əlavə yer açmaq üçün imkan idi. Plastik materiallar kifayət qədər sərtdir və zamanla cırcırama səsləri yarada bilir. Sukan dərisinin tez soyulması və düymələrin rənginin silinməsi də tez-tez rast gəlinən hallardandır. Captiva alarkən nəzərə almalı olduğumuz bəzi qeydləri sizlərə çatdırmaq istəyirəm. Masklı sistemi, stabilizator rezinləri və amortizatorlar tez sıradan çıxa bilir ağır çək səbəbindən və sükan mexanizmi, sükan reykasının erkən yaşlarda boşluq və səs yaratması tez rast gələn hallardandır və elektronika, ABS sensorları tez-tez xarab olması, check engine işığının həssaslığı avtomobildə rastlanan problemlərdəndir. Gələk avtomobilin bizə əsas maraqlı olan hissəsinə, benzin mühərriklərinə. Bu avtomobildə 4 fərqli benzin mühərrikindən və 2 fərqli dizel mühərrikdən istifadə edilib. Çoxsu benzin mühərriklərini 3 fərqli mühərrik olaraq bilir. 2.4 litrəlik mühərriklər, 3.0 litrəlik mühərrik və 3.2 litrəlik mühərrik. Dediyim kimi 2.4 litrəlik 2 fərqli mühərrik var. Buna görə ümumilikdə 4 mühərrik dedim. Çoxları eyni bilir, amma köhnə nəsil və yeni nəsil olmaqla restylingdən sonra artıq fərqli bir 2.4 litrəlik benzin mühərrikindən istifadə edilməyə başladı. 2.4 litr Ecotec köhnə nəsil mühərrik Z24 SYD kodlu mühərrik 136 at gücü hasil edir, 220 Nm tork. 12.5 litrəlik şəhərçi və 8.5 litrəlik traslı yanacaq sərfiyyatı var. Mühərrikin ömrü 300 min kilometrdir. Kəmər ilə təchiz edilib, kəmərin ömrü 60 min kilometrdir. Yağ dəyişmə intervalı 8-10 min kilometr. İstifadə olunan yağ 5W30 GM Dexos 2 standartı yağıdır. 2.4 litrəlik Ecotec yeni nəsil, yəni restylingdən sonra istifadə olunmuş olan mühərrik. Bu dəfə artıq A24XY kodlu bir mühərrikdir. At gücü 167, torku isə 230 Nm təşkil edərkən yanacaq sərfiyyatı şəhərçi 11.8, şəhər xarici 7.5 litr təşkil edir. Mühərrikin ömrü 350 min kilometr, zəncirin ömrü isə 150 min kilometrdir. Yağ dəyişmə intervalı 8-10 min kilometr. İstifadə olunmalı olan yağ 5W30 GM Dexos 2 standartı. 3.0 litrəlik V6 LF1 kodlu mühərrik 250 at gücü və 290 Nm tork hasil edərkən yanacaq sərfiyyatı şəhərçi 14.5, şəhər xarici isə 9 litr təşkil edir. Mühərrikin ömrü 400 min kilometr, zəncirin ömrü isə 150-200 min kilometrdir. Yağ dəyişmə intervalı 7-10 min kilometr. İstifadə olunan yağ 5W30 Dexos 2 standartı. 3.2 litrəlik V6 Alutec LU1 kodlu mühərrik 230 at gücü və 300 Nm tork hasil edir. Yanacaq sərfiyyatı şəhərdə 16 litr, trasda isə 11 litr təşkil edir. Mühərrikin ömrü 350 min kilometrdən bir qədər çox, zəncirin ömrü 120 və ya 150 min kilometrdir. Zəncir uzanması bu motorun xroniki problemlərindəndir. Zəncir ömrünü başa vurmadan uzanır və klapanlar vaxtında açılıb bağlanmamağa başlaya bilir. Yağ dəyişmə intervalı 8000 kilometr, istifadə olunan yağ 5W30 və ya 5W40. Və gəldik dizel mühərriklərə. 2.0 litrəlik VCDI Z20S kodlu mühərrik 150 at gücü və 320 Nm tork hasil edən mühərrikin yanacaq sərfiyyatı şəhərçi 10 litr, şəhər xarici isə 7 litr təşkil edərkən mühərrikin ömrü 350 min kilometrdir. Zəncirin ömrü burada artıq kəmərdən istifadə edilib,
Dəyişmə intervalı 80-90 min kilometrdir. Yağ dəyişmə intervalı 7-9 min kilometr. İstifadə olunan yağ 5W40 və ya 5W30 BDF dəstəkli C3 standartı yağdan istifadə olunmalıdır. Və 2.2 litrəlik VCDI A22GMH kodlu mühərrik 184 at gücü 400 Nm tork hasil edərkən yanacaq sərfiyyatı 10 litr şəhərçi və 7 litr şəhər xaricidir. Mühərrikin ömrü 400 min kilometr, zəncirin ömrü 150-180 min kilometr təşkil edir. Yağ dəyişmə intervalı 7-8 min. Azərbaycandakı yanacaq keyfiyyətinə görə istifadə olunan yağ 5W30, Dexos 2 və C3 standartı yağdan istifadə olunmalıdır. Mühərriklər barədə ümumi bir neçə qeyd fikrinizə çatdırmaq istəyirəm. Zəncir və kəmər xüsusilə 2.4 litrəlik köhnə versiyada və həmçinin 2.0 litrəlik dizel mühərriklərində kəmər qırılarsa, bu iki mühərrik bayağı qeyd etdiyim kimi zəncirli yox, kəmərli mühərrikdir və kəmər qırılarsa klapanlar əyilir. Bu səbəbdən kəməri vaxtında dəyişmək mütləq vacibdir. Yağ keyfiyyəti Captivanın mühərrikləri xüsusilə V6 və yeni dizellər keyfiyyətsiz yağa qarşı çox həssasdır. Daima Dexos 2 standartına cavab verən orijinal yağlardan istifadə etmək vacib bir məqamdır. Və soyutma sistemi bu mühərriklərin əksəriyyəti yüksək temperaturda işləyir. Ona görə də antifriz səviyyəsini və radiatorun təmizliyinə nəzarət də vacib bir məqamdır. Chevrolet Captivanın birinci nəsli C100, C140 həm mexaniki, həm də avtomat ötürücü qutularla təchiz olunub. Bu sistemlər zaman keçdikcə təkmilləşdirilib, xüsusilə 2011-ci il restylinqində köklü dəyişikliklər edilib. Sürətlər qutuları, transmissiyalar. 5 pilləli mexaniki F25, F35, əsasən 2.4 litrəlik benzin və 2.0 litrəlik mühərriklər ilə təklif olunub. Olduqca dözümlüdür, lakin mufta dəstəyi ağır çəkiyə görə tez-tez aşınır. 5 pilləli avtomatik sürətlər qutusu AV55 50CN kodlu bir sürətlər qutusudur. 2011-ci ilə qədər ki 2.4 benzinli, 3.2 V6 və 2.0 dizel modellərində istifadə olunub. Bu Yapon istehsalı olan qutu kifayət qədər etibarlıdır, lakin vaxtında yağ dəyişilməzsə hidroblok problemləri yarada bilər. 6 pilləli avtomatik GM 6T40 və 6T45, 6T50 kodlu sürətlər qutuları. 2011-ci il restylinqindən sonra gələn bütün mühərriklərdə 2.2 dizel, 2.4 və 3.0 benzinli mühərriklərdə istifadə olunub. Xüsusiyyəti daha sürətli keçid və yanacaq qənaətini təmin etməsidir. Zəif tərəfi isə yüksək temperatura qarşı çox həssas olması. Aqressiv sürüşdə tez qıza bilir. Bu da daxili muftaların yanmasına səbəb olur. Ötürücü rejimlər Alvd və SFVD. Captivada 2 növ çəkiş sistemi mövcuddur. Ön ötürücü bəzi bazarlarda, xüsusilə Avropa və Türkiyə 2.0 dizel və 2.4 litr benzinli mühərriklərin baz versiyaları yalnız ön çəkişli olub. Ağıllı tam ötürücü ITCC, yəni Intelligent Tower Controlled Coupling. Əksər Captivalar bu sistemlə təchiz edilib. Sistem daim ön çəkər işləyir, lakin ön təkərlər sürüşməyə başlayanda artıq elektromaqnet mufta vasitəsilə gücün 50%-ə qədəri arxa təkərlərə ötürülür. Ötürücü sistem xidməti və ömrü. Yağ dəyişmə intervalı. Avtomat sürətlər qutularının yağı hər 40-60 min kilometrdən bir dəyişdirilməlidir. Dəyişməsə qutunun içindəki metal qırıntıları klapanları sıradan çıxarır. Arxa diferensial, yəni MOS. Arxa diferensialın yağını hər 80 min kilometrdən bir yoxlamaq və lazım gəldikdə dəyişmək lazımdır. Kardan valı. Kardanın ortasında askı yastığı və xaçvari muftalar zamanla səs edə bilər. Bu da adətən 150 min kilometrdən sonra baş verir. Xülasə nəyə diqqət etməli? Captiva alarkən xüsusilə restyling sonrası 6 pilləli modellərdə sürətlər qutusunun keçidlərinə mütləq baxmaq lazımdır. Bu qutuların ömrünü uzatmaq üçün əlavə yağ soyuducusu radiator quraşdırmaq da bir çox usta tərəfindən tövsiyə olunur. Belə dostlar, daha bir videonun sonuna gəldik. Ümidvaram ki, faydalı və sizlər üçün xeyirli bir video olmuşdur. Növbəti videolarda görüşmək üzrə, özünüzə yaxşı baxın. Mənə dəstək olmaq üçün videoya like atın və kanalıma abunə ola bilərsiniz.